son hazırlıq işləri görünür və belə ilə Haşimi də start fiti səsləndirilir. Uğurlar arzular ki, komandaya bol qollu ədalətli gözəl bir mas diləyi ilə. Ənvə olaraq Sabah komandasının heyətləri ilə sizlərə tanış edək. Qapıda 23 Rafael Balıqlan, digər qalkiper 1 Vaqif Müslümzadə, 5 Emin Qasımov, 7 Fəxri Həbibli, 8 Ülvi Abdullazadə, 9 Naim Əliyev, 10 Salih Abbaszadə, 11 Həsən Zamir oğlu, 15 Abdullah Bayramov, 17 Rəvan Xanəliyev, 18 Tunay Nağıyev, 19 Mətin Bayramlı, 30 Adəm Dadaşov. Bu arada maçda 7 nömrəli oyuncu Fəxri Həbibli hesabı açır. Yenə də Sabah komandası heyətləri təqdim edər ki, imkan vermədi oyuncuları heyətləri tamamlamağa. Heyətləri davam elətdirək. 8 Tunay Nağıyev, 19 Mətin Bayramlı, 30 Adəm Dadaşov, 34 Rəsul Abbasov, 77 Sadiq Teymurov. Komandanın baş məşqçisi postunda isə Aydın Manaflıdır, digər məşqçi İslam Abdullazadə. Ənvə olaraq meydandan mübarizə aparır ağlı göylü formada Sabah komandası, qaralı sarılı formada isə Xan komandası. Out Xan komandası tərəfindən yerinə yetiriləcək. Türmə cərmə meydan sahasına uzaqlaşdırmalı çalışırlar. Zamiroğlu Fəxri ilə oynadı. Asla yeganə qolun müəllifindən top meydanı tərk edir. 7 nömrə qarşı-qarşıya. Salih. Ünvanına çatmır. Həsən Zamiroğlu. Yenə çətin mövqedədir. Fəxri ilə oynadı. Cəqan ötürmə Messi Emin. Təkbədə epizod yarandı. Emin və gol. Daha doğrusu 2-0. Emin Qasımov hesab fərqini 2 topa qaldırır. Fəxri Həbibli 1 gol, 1 də asist yazdırır aktivinə. Hal-hazırda maçın ən yaxşısıdır ilk dəqiqələrdə. Çox gözəl Cəqan ötürmə gəldi. Xan komandasının hücum əmləsi izləyə bilərik. Salih qarşısına aldı hücumun. Out Xan komandasına. Yox, xeyr. Sabah komandası lehinə qərar verildi. Zamiroğlu. Fəxri Həbibli bomboşdur. Gördü onu. Təkbədə epizod. Dublə yaxını Fəxri. Baxdı qapıya, çox rəng getdi. Lakin yaxın küncə indirmiş sərbə qapına yan keçdi. Qaptan sərbə ilə Xan komandası topu oyuna daxil edir. Zamiroğlu. Sağ sınaqlı oynadı Fəxri. Yenidən Həsən. Təzik out qazandırır Xan komandasına. Fəxri. Pressing nəticəsində topu qazanır, amma rəqib 7 nömrə ondan topu alır. Emin Qasımov. Top meydanda qalmalı. Ötürmə zamanına səhvə yol verilir. Mətinin ötürməsi də qeyri-teyqdir. Out. Mətin Bayramlı öz altı yenə yetirəcək. Fəxri. Keçmə də ötürmə. Bir qədər irəlidən altı yenə yetirəcək Sabah. Emin Qasımov. Qeyri-teyq zərbə. Son toxunuş Həsən Zamiroğlu özünü olur. Alt düzgərsini atan Xan komandası yerinə yetirir. Out. Mətin. Salih. Mətin. Mətin ötürməsi Fəxri. Baxdı qapıya. Qüvvəti zərbə indirir. Qalkiperin toxunuşundan sonra qapı dirəyinə tuş gəlir top. Qapıdan zərbə.
Üçüncü qola çox yaxın idi burada Sabah komandasının oyunçuları, lakin həm qapıçıper, həm qapı dirəyi mane olur qola. Emil Qasımov. Salih. Ara ötürməsi fəxri istiqamətində qapıcı daha öncədən çatdırır özünü. Həsən Samiroğlu topu qazanır, amma zərbəsinə blok qoydular. Mətin geridə götürmə alındı ondan. Zamiroğlu. Belə çətin mövqedə də Həsən. Bir reyd gəldi, ötürmə zərbə meydan sahasına uzaqlaşdırırlar. Mətin Bayramlı. Uğursuz cəhd olur. Həsən. Samiroğlu reydi qədər zərbəsi yaxşı alınmır. Vaqif. Üstümzadədən Ceyqan ötürmə, Messevini yaxşı gördü. Emin. Samiroğlu hücumçularını dəyişmək lazımdır. Bir pauza etdi. İndi ara ötürməsi gəlir. Emin Qasımov. Dubul. Möhtəşəm hücum qururlar. Özəl hücum qururlar. Fəxridən artıq ikinci asist aktivinə yazdırırlar. Emin isə özü dublə imza atdı. İndi mən də ona fikir verdim. Xan komandasının oyuncuların sayı sanki azdır. Əksinə olmalıdır zənnimcə. Sabah komandasının oyuncularının ya sayı azalmalı, ya da Xan komandasını çox olmalı. Sabah komandasında dəyişikliklər həyata keçdi. Rəvan Xan Əliyev 17 nömrə meydana daxil olub. Həmçinin 15 nömrə Abdullah Bayramov hal-hazırda da zərbə indirmişdi. Blok qoydular zərbəsinə. 8 nömrə Ülvi Abdullah Zadənin meydana daxil olduğunu görüyor. 34 nömrə Rəsul Abbasov meydandadır. Həmçinin də 9 nömrə Naim Əliyev. Xan komandasına da bir hücum əmləsi. Sabahda qaldı Xan Əliyev. Xan Əliyevdən ara ötürməsi yaxşı alındı. Rəsul Abbasov meydana yeni daxil oldu. Aktivinə qol yazdırır. 4-0. Sabah komandası artıq 4-cü cavabsız qolu keçirdi Xan komandasının qapısından. Etdi zərbə, qolla nəticələrinin yenidən təzyiq var. Daha bir reyd, Rəsul. Növbəti zərbə 7 nömrədən blok gəlir, korner. Abdullah Bayramov və Rəsul Əliyev ön xəttə pressinqləri hələ ki uğurlu alınır, yaxşı alınır, qolla yetirdi Naim Əliyev. Əliyevin ötürməsi, daha bir zərbə və Abdullah Bayramov. Bax elə bir Rəsul, bir də Abdullah. O təzyiqlər məsələ onlardan qol gətirir. 5-0. 15 nömrədən 5-ci qol gəlir. Naim Əliyev 2-ci rəqmindən də sıyrıldı. Alt yerinə yetiriləcək. Topun gerisini Abdullah Bayramov keçir. Geriyə doğru Ülvi. Uzaq məsafədən qüvvətli zərbə təhlükəli, lakin geridə idi. Ülvi. Ülvi Abdullazadə itirdi topu. Yeniden top Sabahda. Rəvan Xan Əliyev.
Qarma qarışıq bir epizod yarandı, lakin Sabah komandası o epizoddan çıxmağa çalışır. Ülvi kesmir ötürmə, Xan Əliyev nəhayət ki kesmir ötürmə. Rəvan daha bir ara ötürməsi Abdullah Bayramovun sürətini hesablamamış bir ötürmə olur. Komandasının heyətində dəyişikliklər həyata keçirilir. Rəsul Rəvanla oynadı. Naim Yenə Rəsul baxdı qapıya. Daha bir zərbə indirir. Qalkiper üzərinə gələn topu dəf edir. Abdullah Bayramov ünvanına çatmadı ötürməsi. Təzyiq göstərir Sabah komandasının oyuncuları. Rəsul yaxın küncə zərbə çərçivədən yan keçir. Bir gol da var aksivində bugün Rəsul Abbasovun. Lakin növbəti cəhdləri bir qədər geridə idi. Naim Əliyev Rəvan Xan Əliyev qəbul etdi. Naim divar pası vurulanlar. Xan Əliyev çatmadan ötürmə ünvana. Naim kimi ötürmə edirdi. Məsələ baş məşqçi Aydın Manaflı da bildirdi kimi idi ötürmə. Naim Ülvi Naimlə oynadı. Təzyiq artdı bir anlıq Xan komandasında, amma out qazanır Sabah. Ülvi Rəvanla oynayır. Tirir tox Rəvan. Rəsul köməyə gəldi. Sürətləndə sağ sınaqdan ötürmə solsuna. Daha bir qüvvətli zərbə Abdullah Bayramovdan yaxın 9-luğu nişan almağa çalışdı, lakin top çərçivənin üzərindən keçdi. Rəvan Xan Əliyev uzaqlaşdırır top meydandan. Out Xan komandasından. Ülvi Abdullah qəbul etməsinə imkan vermədilər, lakin çatdırdı özünü. Naib Vaqif artıq Vaqifi unutmuşduq. Tabir hücum əmrəsi Sabahdan. Rəsul sürətlənir, yenədən sevdiyi çox bazardıq işi görür. Rəvan Xan Əliyev qolkiper refleksi yaxşı alındı. Ülvidən də zərbə gəlir, blok qoyuldu. Qüvvətli zərbələrə malikdir Ülvi Abdullahzadə. Lakin hələ ki bugün 2-3 dəfə çərçivəni yoxlamağa çalışıb, amma blok qoyublar. Rəvan Xan Əliyev Yaxın ötürmə, Rəsul istiqamətini ünvanına çatmadı top. Abdullah keçdi bir rəqibində və ona qarşı şovulluq. Təhlükəli nöqtələrin cərimə zərbəsi. Meydana Adəm Dadaşov 30 nömrə daxil olur, həmçində 18 nömrə Tunay Nağıyev. Kim yerinə yetirəcək cərimə zərbəsini? Məsələ qayda pozisiyona məruz qalan oyuncu Abdullah Bayramov. Qüvvətli zərbələrə malik oyuncu da olur. Sinə keçir topun 3 nəfərdən ibarət canlı səyət qurulub. Səsləndi, yox ötürmə ilə başlayır. Ağıyev. Top ikisi var. Açıq Xan komandasının oyuncuları bu fürsətdən istifadə edə bilmədilər. Adəm Dadaşov üçün ötürmə bir qədər sürətli alındı. Oyna, oyuncuya bak ya bu. Oyunculara bak ya.
Həmçində 77 nömrə Sadiq Teymurov da meydana daxil olub. Sadiq. Oyna oyna bravo. Aklına kimi? Out. Bravo. Tabakta oynuyor. Tabii qədər maçın tempi aşağı inir. İlk dəqiqələrdəki tempə nisbətən. Sol. Vurur diye kapıya. Ya ne nasıl oyna? Oynuyorum. Biri koruyor. Şimdi top. Başlıyor. Hücuma git. Hücuma git. Nereye baba? Olsun. Rəsul. Məyəldi Abdullah tamir etdirmə. Rəsul yaxın küncə zərbə dəf olundu. Yerdə belə mübarizə aparır Rəsul. Sadiq hakim saxladı oyunu, qaydan pozulmuşdu Rəsul tərəfindən. Zərbəsi yerinə yetirildi. Out. Sabah komandasına. Yerdən sol zona gəldi ötürmə. Ötürməsi qarşılanır. Bax, indi Abdullah'a çatdı ötürmə. Abdullah qalkiper tərəf etdi. Hücum davam edəcək. Rəsul. Çətin mövqedədir. Son toxunuş Rəsuldandır. Yox, xeyr. Aha, indi doğru. Rəsul sürətlənir yenə də. Top meydanda ötürmə ünvanına çatır. Abdullah yenə də qapı dirəyi və qalkiper. Top hər ikisi arasında qalır. Qapıya daxil olmaq istəmədi. Vaqif Müslümzadə soluna. Tunay Nağıyevdən Abdullah ötürmə gəldi. Cəqan ötürmə Rəsul. Rəsul uzaq altılı qapılaşdırmış zərbəyə qalkiper tərəf etdi. Güzel zərbə. Adəm Dadaşov gün zərbəsini yerinə yetirir. Tabii yetirdi belə. Out Sabahın. Rəsul bir dəqiq zərbə indirir. Artıq ilk sənə sonları yavaş-yavaş yaxınlaşır. Sabah komandası istər psixoloji, istər hesab cəhətdən üstünlüyü əldə edib. Tamamilə oyunu ələ alıb. Arzu olmaz Finç cəhətdə uğurlu alındı. Out. Abdullah və gol! Dubli imza atır. Beləliklə Abdullah Bayramovun bu qolundan sonra hakim ilk səndə final finali səsləndirir.